Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Şəmkir rayonunda lisiyə ərzaq ala bilməyən şəxs mağazanı yandırıb. Xəbər verilir ki, hadisə Şəmkir şəhəri 20 yanvar küçəsində yerləşən ərzaq mağazasında baş verib. Məlumata görə şəhər sakini mağazanın 50 manatlıq ərzaq götürərək borcu ayın sonunda alacağı müavinəti ilə ödəyəcəyini bildirib. Lakin ayın sonunda yenidən mağazaya gələn zaman əlavə lisiyə ərzaq istəyi rədd edilib. Bundan əsəbləşən şəxs mağaza sahibindən qisas almaq qərarına gəlib. O, gecə saatlarında spirtli içki qəbul etdikdən sonra mağazanın qarşısına gəlib şüşəni sındırıb içəri daxil olub. Daha sonra vitrindəki spirtli içkiləri yerə tökərək mağazaya od vurub və hadisə yerindən uzaqlaşıb. Yanğın nəticəsində mağaza və içərisindəki ümumi dəyəri 46.000 manat olan məhsullar məhv olub. Polis əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisəni törədən şəxsin kimliyi müəyyən edilib və o saxlanılıb. Faktla bağlı cinayət işi başlanılaraq məhkəməyə göndərilib. Məhkəmə prosesi zamanı mağaza sahibi ilə təqsirləndirilən şəxs arasında barışıq əldə olunub. Məhkəmə bu halı nəzərə alaraq həmin şəxsə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesablayıb və ona 1 il sınaq müddəti verib.